Bakı şəhəri Nərimanov rayonundan Daxili İşlər Nazirliyinə sakinlər tərəfindən daxil olan çoxsaylı şikayətlər əsasında Nərimanov rayon polis idarəsinin əməkdaşları gecə saatlarında məişət səs-küyü ilə bağlı nəzarət profilaktik tədbirləri keçirilib. Belə ki, Nərimanov rayon polis əməkdaşları gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe, restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərinə baxış keçirərək qanun pozuntusu qeydə alınan məkanların sahibləri ilə profilaktik söhbətlər aparıb və həmin şəxslər barələrində inzibati protokollar tərtib edilib.